Sənə dedim ki, gözdə qutqazad götürək. Bu yağışda, qiyamatda qısa qolla bizi çıxartmısan bayra. Ventilatorlarda qoşublar, onun da soyuğu bir yandan. Anam, mən nə bilim, hava belə olacaq. Mən sənin anan deyiləm, atonam. Yaxşı, anam atam. Ay Allah, budur ev. Hə, budur. Keç döy qapını. Gəlin. Gir. Salam aleyküm müəllim. Salam aleyküm, xoş gəlmisiniz. Filtri quraşdırmağa gəlmişdik. Bu gördüyün imarət mənimdir. Mənim də adım Elxan müəllimdir. Amma pis vaxta gəlmisiniz. Heç nə olmaz müəllim, gedək başqa vaxt gələrik. Yo, hara gedirsiniz? Düzdür, mən tələsirəm, sizi də çağırmışam. Keçin evə siz quraşdırın, zəng eləyərsiniz, mən gəlib sizi yola salaram. Oldu. Ay Allah'da, harada qaldın? Gəl çıx da, tələsir yaxı biz. Geldim. Salam. Salam aleyküm xanım, filtri gətirmişdik. Hoş gəlmisiniz. Bax, düz keçirsən, mətbəx sağdadır. Evi görürsən, necə verir, yenəcə sizdən təhvil alacaq. Yaxşı, yoldaşımın xasiyyəti çox ağırdı. O gün usta gəlmişdi. Həyətdə gül tapdaladı. Yoldaşım da onu tapdaladı. Siz sağ ehtiyatlı olun ona görə. Anam, bizim heç birimiz sizin evinizdəki əşyalardan dəyərli deyilik. Keç. Da, bu nə evdə? Cəmaat yaşayır, biz də yaşayanlara mane oluruq. Əbəfəz, orada əlbə etsinə vurma, gəl kömək elə bunu quraşdıraq, çıxaq gedək. Gəldim anam, gəldim. Ay da, bu nə heykəllər? Heykəl adamlar danışır. Demədim, gəl bunu kömək elə quraşdıraq, heç nə əl vurma orada. Gəldim anam, gəldim. Ay Allah, nəsə getdi. Necə verir, yenəcə sizdən təhvil alacaq. Sən də eşidirsən o səs? Bizim eşitdiyimiz səslərin yanında nədir ki bu səslər? Bu indi bunun altıdır, bu üstüdür. Bala, bu düşürdü, tutardın da bunu. Niyə bunu beləncə sındırdın sən? Biz gözümüzdən düşəni tutarıq, əlimizdən düşəni heç vaxt. İndi nə qaracaq bana biz? Mən nə cavab verəcəm ha ev yəsinə? Nə deyəsən ki, əlimizdən düşdü sındı da, öldürməyəcək ki bizi. Yox, elə o qədər rahat deyil, deyəsinə deyəcəm ki, düşdü sındı, o da deyəcək canın sağ olsun. Nəsə fikirləşmək lazımdır da buna. Hər şeyin sonunu düşünən kahraman olamaz. Gəldən bu gözümdə bana sən Allah. Ana bu İlqar. Alo. Salam Orxan. İlqar nətərsən qardaş? İlqar İmişlidən gəlmişsən, hə? Hayır, gəlmişəm. İlqar başıma iş gəlib. Bir dənə evə gəlmişdik filtr quraşdırmağa. Uşaq burada bir dənə heykəl sındırıb. Heykəl də nənəmə oxşuyur. Bunu təcili tapıb ev yəsi evə gələnə qədər yerinə qoymaq lazımdır. Sən taksidə işləyirsən, çox yerə gedib gəlirsən, bunu ancaq sən bilərsən. Rahat olma qardaş, Hə? taparam. Başıva dönərəm sən. Hə, at çəkil. Yaxşı, şəklini çəkirəm, indi göndərirəm sənə. Oldu. Ay xanım, atqaz eləyin. Mən gələ bilmədim ora. Maşının altını da vurmuşam. Deyin Afrikada qalıram, minim filə gəlim dalvuzca. Atqaz eləyin. İlqar nətərsən qardaş? Sağ ol qardaşım. Allah səndən razı olsun. İnanırsan, o telefonda dedin ki, gəl mən həll eləyəcəm. O qədər sevindim. Dostlar gündə tanınar. Dost nə üçündür? Tapım qardaşım sənin üçün. Gördün ha, mənim belə dostlarım var. Nətər eləyək? Taxmışam taxmağına. Prosta ki, biraz bahadır. Baha nə qədər? 50 manatdır. 50 manat nədir, ay Orxan? Yo, 100 manatdırsa mən gedirəm ev yəsinə deyirəm ki, qardaş, düşüb, sınıb, neyim, heç bizim xəbərimiz yoxdur. Mən ona 100 manat pul verənəm, öldürməyəcək ki məni. Öldürməyəcək. Anam, atam mənim canım ciyərimdir. Mənim problemim atamın problemi, atamın problemi atamın problemi. Siz özünüz həll eləyin də. Ay Orxan, 50 manat nədir, 100 manat nədir, ay qardaş? 12.000 manat deyə, mən onu güclə, bəlana danışmışam, minnətlə 10.000-ə salmışam. Sər eləyəcəm ha. Sən doğulandan mən problemdəyəm, bala, sən mənə oğul olmadın, sən mənə bildiyin problem oldun, ya. Mən indi 10.000-i hardan tapacam? Mən 10.000-i bir yerdə görməmiş bir adamam, ya. Mənim nəslimdə 10.000-i bir yerdə görən adam olmayıb, Anam, ürəyimə niyə dərs salırsan? Dayımdan istədir. Kimdən? Dayımdan. Dayıvı da indi söydürəcəksən mənə. Mən sənin dayından, acından ölsəm gedib 1 manat pul istəmərəm, ya. Gedərəm o zibil qabın böyünə quru çörək asırlar, onu götürüb yeyərəm, gedib sənin dayından 1 manat pul istəmərəm. Sənin dayın mənə salam versə, savabını onun salamını almaram, mən. Kərim müəllim, valla mən istəməzdim sizi narahat eləyim. İşiniz olur, gücünüz olur, bacınız olur deyir ki, gerək dayım yanım. Qısa elə. Elə ki, biz bir dənə evə su filtri quraşdırırdıq, evdə çox bahalı ev idi. O heykəli götürdük. Dedim axı qısa elə. 10.000 pul lazımdır. Dur burada. Anam,
Mən səni dayı bilib, atam məcbur elədim ki, gəlsin sənin yanına. Sən bizə kömək eləyəsən. Amma sən bizlə belə rəftar eləyirsən. İndi biz gedirik. Amma sənin nə vaxtsa problemin olsa, gəl masajıra. Onsuz da biz xırdalanda qaldıq. Getmirik. Uşağı da özü oxşatmısan. Atalan bir gözəl məsələ var. Deyir Fərri oğul dayısına. Yaxşı, verirəm pulu. Bu yaxşı sən nətər qaytarasan? Elə bir ki, Kərim müəllim, mən bir dənə işə düzəlmişəm. Görürsünüz də burada da iş yerimin adı yazılıb. 6 ay tamam olsun, kredi götürüb vallahi sizin borcu qaytaracağam. O bilirsiniz də 6 ay tamam olmamış kredi vermirlər axı. Bax sən kimdə 6 ay işdə saxlayırsan? İndiyə kimi harda 6 ay işləmisən? Yox, bu elə də elə. Bu şirkət başqa şirkətdir. Mən artıq 1 ay 9 gündür ki, bu şirkətdə işləyirəm. Burada hamı məni çox istəyir. Müdir məni o qədər çox istəyir ki, adımı telefonuna yazıb, hələ mənə ləqəb də verib. Nədir? Kilki Orxan. Kilkə nədir? Elə ki, bu şirkətin adı Okeandaxı. İşə təzə başlayanda kilkə kimi başlayırsan. Uşaqlar mənə dedilər ki, özünü doğrultsan, balinaya kimi yüksələ bilərsən. Düz deyil. Mən orada 2 aya telefon olanlar görmüşəm. Yazıq bacım. Yaxşı, mən bu pulu verirəm. Mən bir də üstümə gəlmir. Qapıma belə gəlmir. Mən ölümün üstünə belə gəlmir. Mənim atamın qüruruna nə gəlir? Buna gəlməmişdən əvvəl bilsən nə dedi? Dedi, mən ölsəm səni dayı ağız açmaram. Anam, nə oldu dayı, biz çatmadıq. Çatırıq da, indi deyir ofisdəyəm də, gedirik də. Verin atqaz. Gəlmirəm. Mən ziyanı işləyirəm. Mən belə həzz alıram. Vallahi alınmır sizinki. Verin atqazı da. Belə danışırlar. Mən yandırıb tökülür. Od qoyurlar mən Orxana. Həsən qardaş. Necə? Burada sənin ofisin. Səni öpəcəm. Qardaşım, nə olub ki bəyəm? Nəsə. Mən o tapdım, düzdüm, qoşdum. Onlar onu bir belə 1000 aşağı eləyək. Orxan, 12.000 manatdan 10.000 manata mənə görə, hörmətimə görə endirim eləyiblər. Anam, bizim hörmətimiz olmasa da pulumuz var. 9.000-ə demirsən, gəlib özün taparsan. 9.000-ə satım. Dayan da bir dəqiqə, elə sırazı da şey eləyirsən, Ala, nətər veriblər, elə də verirəm. Düz olar da, sən mənə alırmazsan ki. Yox, bir heykəli çıxaq gedin də ev yəsi gələcəksən Allah. Ara tələsirsən, əsas bu heykəli tapmadı, bunu da tapmışam. Keç, o birisi otaqda gözlə, gözləmə otağım var mənim orada. Keç orada gözlə, götürüb gəlirəm. Hansı otaqda? Keç də, keç. Bax, buradan, qapıdan sola dön. Otaq anı. Əməllə başda işi quru verirsən özünə. Keç sən o birisi otaqda. Qardaşım. Allah, eynisi. Eynisidir. Eyni. Dur. Can buna damlı bağlasam canım tutarlar. Dur. Ne olursun. Gəl mənim oğlum. Bura bir şey fikirləş, qurban olum. Belə yağışlar yağanda heç olmasa bir dənə belə şey Get fikir. qardaşım, Allah amanında. Lazım olsa yenə də var. Yavaş ol biraz. Yavaş, dərindən nəfəs alma. Dərindən nəfəs alma. Aralda dur, biraz aralda dur. Aralda dur. Çıx bayra. Yavaş bas ayağı yerə. Yavaş bas ayağı yerə. Mənim gözüm aydın, sənin padro qoncildə nə var? Elə hər nə görürsən, deyirsən, Elxan al. Almışam da bu boydan ev eşiyi, azlıq eləyir sənə. Sağ ol da Elxan, bugünü də burnumdan gətirdin. Mən sənə nəyə layiq bilirəm? Sən özünü nəyə layiq bilirsən? Keç içəri görüm. Yox ay Elxan, belə yola getməyəcəyik biz. Ay qız, mən niyə başa düşmək istəmirsən? Mən evimdə cici şeylər istəmirəm olmağını. Başa düşürsən məni? Bayla baxmığın özü. Mənə bu lazımdır burada. Belə şeylər dikəli uğursuzluqlar getirir də evə. Ay müəllim, qurban nağarsınız siz, 10.000 qiyməti var onun. Nə 10.000? 30 manata gedib şeydən sərrəkdən alıb getirib gəlib. Ay müəllim, Allah'ın olsun, əlimlə 10.000 pul saymışam. 12.000 deyirdi, elə yalvar yaxarla 10.000'i aldım mən onu. Bu nə danışır? Sən mənim evimdə heykəl niyə almalısan ki, anlamadım. Yox, sizə yox, bizdə də var eynisindən. Elə ki, bizim arvad da belə antik əşya sevəndi, evi aldım, 10.000'e aldım. Siz dəqiq 30 manata almışsınız onu. 35'e deyirsən 30 manat almış o da sədrəkdən. 30 manat. Bizim işimiz qutardı, biz gedirik, çox sağ olun, can sağlığı ilə, mehriban olun. İlqarım işliyə getməmisən? Hə, o dedin, yenə lazım olsa gələrsən. Elə ev yəsi ilə təsadüfən söhbət açıldı. Dedi, olsaydı bundan alardım, 15.000'də pul verir. Yerbi deməm gəlim.
Hə, deyir bir gəlirəm.